Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mais qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Pakistan qaz ehtiyatlarının lokallaşdırılması prosesində göstərdiyi yardım və dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Bu barədə Pakistanın Federal Enerji Naziri Əli Pərvaiz Malik bugün keçirilən 30-cu yubiley Bakı Enerji Forumunda bildirib. Onun sözlərinə görə son illərdə Pakistana qaz təchizatının əhəmiyyətli hissəsi dost ölkələr hesabına həyata keçirilib və hazırda ölkədə 3-4 beynəlxalq müqavilə qüvvədədir. Daxili istehlaka gəlincə, milli valyutanın təzyiq altında olması və dünyada Brent markalı neftin qiymətlərinin artması fonunda tələb azalıb. Biz yeni müqavilələr bağlamazdan əvvəl mövcud sazişlərin yerinə yetirilməsinə diqqət yetiririk. Eyni zamanda daxili kəşfiyyat və hasilatı stimullaşdırmaq üçün səy göstəririk deyə nazir qeyd edib. O, Pakistanın bu prosesdə Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb. Mən Azərbaycan hökumətinə və bütün tərəfdaşlarımıza qaz ehtiyatlarının lokallaşdırılması məsələlərində yardım və dəstəyə görə minnətdaram. Bu, bizim qaz sektorunun idarə edilməsi üçün vacib elementdir. Bakıda Fransa kolonializminə həsr olunmuş imperial quruluş, müstəmləkəçilik ideologiyaları və reallıqlar mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbir Bakı təşəbbüs qrupunun təşkilatçılığı ilə baş tutur. Raket və artilleriya qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub. Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbul etmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına yönəldilib. Milli aviadaşıyıcı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti marşrut şəbəkəsini genişləndirərək iyunun 15-dən Bakı, Təbriz, Bakı marşrutu üzrə reyslərə başlayacaq. Missiyaz Azala istinadən xəbər verir ki, biletlər bugün satışa çıxarılacaq. Bu istiqamət üzrə uçuşlar həftədə 2 dəfə, çərşənbə və bazar günləri yerinə yetiriləcək. Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərnişin daşıma fəaliyyəti göstərən sürücü ifşa olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, stasionar postda yoxlama nəzarət qaydasında saxlanılan Hyundai markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyənləşdirilib və o narkotik istifadəçisi olduğunu etiraf edib. Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub. Gəncə şəhərinin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb. Missiyaz APAya istinadən xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri 1980-ci il təvəllüdlü Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı Əlişanova və 2005-ci il təvəllüdlü övladı isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə ana və övlad balta xəsarətləri alıblar. Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur. Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvan oğurluğu baş verib. Fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən 30 yaşlı Murad Kələşov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Unikal xəbər verir ki, faktla bağlı cinayət işi başlayıb, məhkəmənin qərarı ilə Kələşov barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırma davam etdirilir. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.